Verilən bu sual əsasında və həmçinin buna verəcəyimiz cavaba görə siz də övladınıza və yaxud uşaqlar özlərinə qrup seçimi edə bilərlər. Burada artıq uşaq demək olar çox konkret yazıb və seçim eləmək belə vəziyyətdə çox asandır və özü də parametrləri deyib. Deməli, 90-dan yuxarı 2 fənni yazıb, ingilis dili 80-dən yuxarı əzbərləyə də bilmir. Əzbərləyə bilmirsə, dərhal 3-cü qrup getdi. Tarix və ədəbiyyat olmaz. Və 2-ci qrupda da həmçinin tarix də var, coğrafiya da var və coğrafiyada da, tarixdə də əzbər böyük üstünlüyü təşkil edir. Bu da getdi. 4-cü qrup istəyərmi, istəməzmi biologiyada, məncə kimyada əzbər tələb edən şey olmalıdır. O da yəqin ki, onu istəməzi 4-cü qrupda əsasən tibbə yönəlmiş bir qrupdur. Və bir dənə variant qalır, o da 1-ci qrup. Və nəzərə alsaq ki, 1-ci qrupda həm də çox yaxşı ixtisaslar var və üstəgəl uşaq əzbərləyə bilmir. Deməli, riyaziyyatı yaxşıdır, nəticə də burada yaxşıdır. Və o riyaziyyatla o uşaq həm buraxılışda 90 üzərində yaza bilər, həmçinin blokda daha yaxşı yaza bilər. Bu, böyük bir bal toplamaq deməkdir. Azərbaycanla onsuz da yaxşı yazıb. O da çox yaxşı, çünki Azərbaycanla da elə bir əzbər yoxdur. Və qalır ingilis dilisi də yaxşıdır. Bir dənə 1-ci qrupda fizika, indi informatika mı olacaq, kimya mı olacaq, yəqin ki, uşaq informatika seçəcək. İnformatika ilə deməli, fizikanın da öhdəsindən gələ bilər. Elə başa düşürəm. Belə vəziyyətdə qrup seçimi çox rahatdır. Mən bu uşağa uğurlar arzulayıram. İnşallah istər nəticəni toplayar. Bax, adını görmürəm. İstəyirsən ki, gəlsən biz onlayn hazırlayaq. Dediyim kimi biz həm onlayn, həm də əyanda olaraq sizlərə kömək edə bilirik. Daha çox istiqamətimiz onlayndır ki, ölkənin hər yerindən bizə qoşula bilərsiniz. Qiymətlər də münasibdir. Hər kəsin büdcəsinə uyğun. Təxminən hazırlıqlar 40 manatdan başlayır. Belə, hamınıza uğurlar arzulayıram. Səhifəni izləməyə davam edin ki, biz də sizin suallarınıza cavab verməyə davam edək. Hələlik, sağ olun.